Bugün, yəni 17 sentyabr tarixində həftənin 3-cü günündə günə ayın Şir bürcündə davam edən hərəkət ilə başladığınız üçün bu gün sevgi münasibətinizdə qarşı tərəfə sevginizi hədiyyələrlə, jestlərlə və qəlbinizdən gələn davranışlarla göstərə bilərsiniz. Ətrafınızdakı insanlar tərəfindən təqdir edilmək və təriflənmək bu gün sizin üçün önəmli bir hala gələcək. Daxil olacağınız məkanlarda bütün insanların diqqətini öz üzərinizə rahatlıqla toplaya biləcəksiniz. Romantika, əyləncə, incəsənət, yaradıcılıq mövzuları bu gün sizin gündəminizdə yer alacaq. Eyni zamanda şəxsi maliyyənizdə lazımsız maliyyə xərcləmələri edə bilərsiniz. Diqqətli olmağa çalışın. Keyf alış-verişləri edə bilərsiniz. Lüks maliyyə xərcləmələri bu gün edə bilərsiniz. Diqqətli olun. Duyğularınız biraz abartılı ola bilər. Öz güvənimiz bu gün çox yüksək olacaq, amma bu gün biraz da egosal çatışmalar yaşaya bilərsiniz. Diqqətli olun. Kim daha çox parlayır, kim daha çox diqqət çəkir, bu gün bu mövzular sizin həyatınızda ön plana çıxa bilər.